Sumqayıtda bir nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Belə ki, Mercedes markalı avtomobil idarə etmədən çıxaraq yolun kənarını aşıb. Qəza nəticəsində avtomobilin içərisində olan azyaşlı həyatını itirib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. Biz təsadüfən gəlirdik buradan, Nasoslu yolundan gəlirdik, gördük maşınlar yığılıb, bir də burada avtomobil aşmağını gördük, təcili yardım filan. Yəni biz də eşitdiklərimizə görə bu aşan maşın düz yol istiqamətində şose ilə gəlirmiş, tras yolla gəlirmiş. Yan tərəfdən bir qara rəngdə maşın çıxıb bunların qarşısına. Bunlar da ona çatmamaq üçün, vurmamaq üçün idarə etməni itirib. Gəliblər burada aşıblar. İndi bizim verilən ilkin məlumata görə, yəni bizə verilən məlumata görə 13 yaşında bir körpə uşaq rəhmətə gedib, amma yerdə qalan 2 nəfər, yəni ki, xəsarət almayıbdır. Yəni bizim bildiklərimiz budur. Bizə bir Azərbaycanlı kimi burada yardımımız toxunar deyə durmuşduq.